Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizə Cash2Zero proqramı haqqında danışacağam. İlk növbədə Cash2Zero proqramını yüklüyürük. Ümumi proqram nə ilə bağlı? Ümumi proqram bankların cashback faizləri ilə bağlıdır. Burada həm kateqoriyalar üzrə siz öncədən xəbərdar ola bilərsiniz və yaxud da bank kartının, misal üçün sizdə ABB-nin də kartı var, bir bankın da kartı var, Rabitək bankının da kartı varsa siz hansı bankdan hansı kateqoriyanı seçməkdə çətinlik çəkirsinizsə, öncədən bu proqrama daxil olub, misal üçün kateqoriyaya görə neçə faiz verdiyini öyrənə bilərsiniz və ona görə də bank kartının cashback kateqoriyasını seçə bilərsiniz. Bununla yanaşı günümüzdə yəni metro ilə bağlı, məsələn, Access Bank hal-hazırda 20% cashback verir. Keçən ay 50% ABB Bank verirdi, Leo verirdi. Yəni bunları bu kateqoriya üzrə və yaxud da bank kartı üzrə öncədən cashback faizlərini öyrənmək olar. Belə. Sağ olun. Görüşənədək.